bugün bir qadınla söhbət edərkən mənə bu cümlələri dedi. Qızım, haqsızlıqlar və haqsızlıq edənlər həmişə olacaq. Amma yoluna baxmasan, tez ruhdan düşsən, məğlub olacaqsan. Bəli, bu sözlər məni oyatdı. Mən məğlub ola bilərəm. Əgər irəliyə getməsəm, yerimdə dayanıb qalsam, öz yolumla getsəm. Çünki Davud da məhz belə bir vəziyyətdə olarkən təqib edildiyi zaman dedi: Ruhdan düşmüşəm. Dəhşət qəlbimi sarsıtdı. Görünür, yaşadıklarından qəlbi sarsılan peyğəmbər də ruh düşkünlüyü yaşamışdı. Ya Rəbb, mənə tez cavab ver, çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, qoyma qəbrə düşənlərə bənzəyim deyərək bu sözlərlə göstərdi ki, insan ruh düşkünlüyü yaşayarkən sanki bir ölüdən fərqlənmir. Ruh düşkünlüyünün sonu isə qəbrə düşməkdən başqa bir şey deyil və davam etdi. Ya Rəbb, mənə ismin naminə həyat ver, salihliyin naminə canımı dardan qurtar. Bəli, Davud narahat edən təkcə düşdüyü vəziyyət deyildi. Onu düşündürən bu vəziyyətdə Allahın adının izzətdən düşməsi idi. O heç bir halda özünü haqlı çıxarmağa çalışmadı. Əksinə, Rəbbin öz salihliyi və öz ismi naminə ondan kömək istədi. Bu isə bizə öyrədir ki, vəziyyət nə olursa olsun, hər şeydən əvvəl Allahın adının izzətini düşünməliyik. Nə qədər haqlı görünsək də, öz salihliyimizin onun salihliyindən üstün olmadığını unutmamalıyıq. Sonra davam etdi. Hər səhər məhəbbətini mənə hiss etdir. Çünki sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət. Çünki varlığımı sənə verirəm. Bu ayələr bir daha göstərir ki, həqiqi güvən və etibar yeri öz düşüncələrimiz və seçdiyimiz yollar deyil, Rəbbin özüdür. Səburçu varlığımı sənə verirəm deyərək tam təslimiyyətini ifadə edir. Allah da bugün bizdən məhz bunu istəyir. Çarmıqdan əvvəl Getsemani bağında edilən o duada olduğu kimi, mənim deyil, qoy sənin iradən olsun. Bəli əzizlərim, bugün nə yaşamağınızdan asılı olmayaraq, hər vəziyyətdə Rəbbə onun adının izzəti üçün dua edin. Çünki əsl qələbə insan üzərində qazanılan deyil, iblis üzərində qazanılan qələbədir. Unutmayın ki, sizinlə mübarizə aparan heç də bir insan deyil, iblisdir. İnsana qarşı vuruşan deyil, şərə qarşı vuruşan həqiqi qalib olacaq. Qalib gələnə isə həyat tacı irs olaraq veriləcək.